Yəqin ki, xanım tamaşaçılarımız bu şəxsin də onları təbrikə gəldiyini görüb çox sevinəcəklər. Bəli, xalq artisti, ölməz rolların unudulmaz ifaçısı Yaşar Nuri ilk dəfədir ki, onluğumuzda qonaqdır. Hər kəsə verdiyimiz ənənəvi qadın nə istəyir sualına Yaşar müəllimin də cavabını eşidək. Qadın nə istəyir? Vəfalı həyat yoldaşı, yaxşı imkan daxilində güzaran, öz məhəbbətləri ailəsinə qarşı başqa ailələrə nümunə olmaq, sülh olmaq, evlatların yaxşı çıxmağını qadınla gözləyə bilər. Böyük aktyor qadınlarda bəzi xüsusiyyətləri ümumiyyətlə qəbul etmir. Qəbul eləmirəm evə girəndə qaşqabaqlı olanda, qəbul eləmirəm xorayı biraz gec verəndə, gözləməyin aram yoxdur. Yaşar Nuri hərdən yata bilmir. Lakin heç də onun yuxusuzluqdan əziyyət çəkdiyini düşünməyin. Evdə qadın olmayanda açıq yəni, mən öz otağımda yata bilmirəm, tək olanda. Yəni, evdə gerək qadın olsun ki, o evdə ya qab yiyor, ya neynir, hər halda səssiz. Mən yatım, belə olanda yata bilmirəm. Maraqlıdır. Yaşar müəllim qadın kaprizlərindən əziyyət çəkmir ki. Kapriz neyniyə bilər qadın? 3 dəfə, məsəl üçün, həftədə 3 dəfə, nə deyirsin, saçını düzəltməyə gedirsə, gerək danışmayasan. Əgər evdar, bizdə evdar qadındır, başqa iş yoxdur, sən gedir, nə bilim, bunu düzəltməyə və yaxud evə gəlir, nə danışasan? Danışmırsan. Yəni, başqa kaprizdən öyle, ayağın dirəsin bir başmağa ki, mənə 5000'lik şu var, o mənə el arvad lazımdır. Və sonda hər kəsin, xüsusilə də xanım tamaşaçılarımızın diqqəti ekrana. Yaşar Nuri'nin sizin haqqınızdakı ürək sözlərini eşidək. Qadın dövlətdir, qadın qeyrətdir, qadın namusdur, qadın kişinin ən yaxın qoruyucusu və onu sevəndir. Təbii ki, anadan başqa. Hər halda bizim millət qadına verdiyi qiymət də ayrıcıdır. Şiller yazır ki, bu Alman xalqıdır. Siz qadınlar başa bəlasız, siz əbədi bir müəmmasız. Səməd Vurğun yazır ki, ey azad qadın, gözlərin aydın, mən nə yazardım, mən kim olardım, sən olmasaydın. Əziz xanımlar, bu bayram ərəfəsində bundan gözəl kompliment. Dünyanın yarısını gezmişəm, məndən də çox gezənlər var. Üzbə surət dayandığım adam da sübutdur ki, Azərbaycan qadınlarından, qızlarından gözəli bilmirəm. Göstərirlər Madonna, kim. Bayra çıxanda, küçüyə çıxanda gene Azərbaycan qızları gözəldir. Ne giyini bu? Az diyemler ama Ne işi? utanırım. Yok əynində elə əynidir. Kəsir uğramına. Kəsir. Onda bakma. Göz mü? İşitirsen bozulur. Bakma çünkü yanıma. Biraz bir yana çek. Bakma. Bir yana çek. Şah! Biz bu möhtəşəm sözlərin qarşılığında ona sonsuz təşəkkürümüzü bildirib xanımlarımızı təbrikə gəlmiş növbəti qonağı pillələrimizə dəvət edirik. Azərbaycan Bəstəkarlıq Məktəbində özünə məxsus təsdiq xətti ilə seçilən bir sıra ölməz əsərlərin müəllifi bəstəkar Eldar Mansurov Qızıl Pilləyə hamı kimi qadınları təbrik eləməyə gəlib. Qadınlar nə istəyir sualına Eldar müəllim belə cavab verir. Qadınların ən çox istədiyi xoşbaxtlıqdır. Əsas odur. Xoşbaxtlıqdan sonra yaxşı belə hər şey olsun. Yəni ki, evi, eşi, belə baxanda bugünkü gündə məsələn evi, birazdan deyəcəklər, məsələn maşını olsun, sonra deyəcəklər vertolyatı olsun, özünün şəxsi və bu cürə. Amma mən də deyə bilərəm, qadınlar üçün əsas nədir, xoşbaxtlıqdır. O ki qaldı qadınlarda bəyənib bəyənmədiyi xasiyyətlərə. Vəbşə mənə qadınlarda çox şey xoşuma gəlir, mən deyə bilmərəm ki, nədir adı, desə xoşuma gəlir. Xoşuma gəlməyən şeylər var, o mənə elə gəlir ki, açıqlamaq lazımdır, xoşumuza gəlməyən şeyləri. Onsuz da biz xoşumuza gəlməyən şeylərin üstünü göz yumuruq geçiriyor onsuz da. Çünki qadın elə bir məxluqdur ki, elə bir varlıqdır ki, onun üçün belə baxanda bütün qapılar açılır. Kişilər üçün hər qapı açılır, qadınlar üçün hər qapı açılır. Bəs Eldar Mansurova görə qadının xoşbəxt olması üçün kişi nə etməlidir? Kişi qadını görür, düzdür, əl-ayaqdan baxır, momentinə baxır, ya əl-ayaqdan getməlidir, ya məsələn üçün
Hər halda böyük hörmətlə yanaşmalıdır ilk növbədə. İkincisi də ki, qadınların arzularını yerinə yetirməlidir. Mən belə başa düşürəm. İndi isə Mansurovun təbriki və ürək sözləri. Mən qadınları 8 martdan təbrik edirəm. Qadınları çox sevirik biz. Qadınlar olmasa nə bəstəkar olar, nə rəssam olar, nə yazıcı şair olar, nə də ki, başqa bir incəsənətin deyəlim ki, mədəniyyətin başqa bir sahələri olar. Yəni qadınsız bunlar hamısı heç nədir. Yəni ki, bütün bu mədəniyyət və incəsənət həyatda hər şey qadın üstündə qurulub. Kişilər qadınsız mənə elə gəlir ki, heç bu planet heç əmələ gəlməz. Yəqin ki, Eldar Mansurov deyəndə ilk olaraq təsəvvürə bayatılar gəlir. Bu bayram günündə bəstəkar tərəfindən hədiyyə olaraq xanımlarımızı bu möhtəşəm əsərin sehri ilə baş-başa buraxırıq. Ürəyimdə ayaz var, nə qış gedib, nə yaz var. Oyatma bənövşəlik, yol dibində ayaz var. Kədərli axmayaydı, göz yaşım axmayaydı. Yadı baxmalı bir yana, yarım yada baxmayaydı. Ürəyimdə ayaz var, nə qış gedib, nə yaz var. Oyatma bənövşəlik, yol dibində ayaz var. Xanımlarımız özlərini çox xoşbəxt hesab edə bilərlər. Çünki onları o da təbrik etməyə gəlib. O teleməkanın bənzərsiz şoumeni Murad Dadaşovdur. Qadın nə istəyir sualını Dadaşova da veririk. Bu da onun həmin suala cavab versiyası. Kadın istəyir ki, bütün kişilər xoşbaxt olsunlar. Qadınlar istəyir ki, hamı gözəl olsun. Ətrafda hər adam onlara yol versin. Elə bir şərait olsun ki, hər bir qadın hər səhər duranda üzündə təbəssüm, gecə yatanda üzündə təbəssüm olsun. Qadınlar bunu istəyir. Sadəcə kişilər bilmir qadınlar nə istəyir, o başqa bir məsələdir. Cənab Dadaşovun xanımlarla bağlı maraqlı bir istəyi də var. Bizim real həyat qadınları maşın sürməyi öyrədib, qadınları yüksək, hətta siyasətlə də məşğul olmağa vadar eləyib. Bu real həyat insanları, qadınları xüsusilə də elə bir məsələlərə, elə bir işlərə aparır ki, hətta qadınlar kişi işi ilə də məşğuldurlar. Bir əsas orada mən düşünürəm ki, qadınlar incəliklərini itirməsələr onda yaxşı olardı. Çox çətin məsələdir, hər adam bunu bacarır. Dil aparıcının növbəti sözləri isə xanımlara bu bayram ərəfəsində əsl zövq verəcək. Qadınların bütün xüsusiyyətlərini adam qəbul edir. Mən açıq deyim, elə bir xüsusiyyət yoxdur ki, qadınlarda ki, onlara görə yaşayırıq, onlara görə biz müharibələr elan edirik, onlara görə sülh bərqərar olur, onlara görə həyat ədalətli və ədalətsiz olur. Hər şey qadınlar yolundadır. Və qadınlar olmazsa biz kişilər vallahi çox çətin bir həyat yaşayardıq. Çox çətin olardı. Mən həmişə hesab edirəm ki, mənim həyatımda istədiyim, sevdiyim qadınlar olmasaydı, bəlkə mən qazandığım aləttə qazana bilməyəcəkdim. Həmişə hər şey onun üçündür ki, bütün uğurlarımızı onlar üçün qazanırıq ki, göstərək ki, biz bax, uğur qazanmışıq. Sən bax və məni digər kişilərdən seç. Və sonda Murad Dadaşovun Azəri xanımlarına təntənəli təbrik mesajı. Mən bütün Azərbaycan xanımlarını təbrik edirəm. Yaxşı ki varsınız. Yaxşı ki bizim həyatımızda iştirak edirsiniz. Yaxşı ki siz hər zaman gözəlsiniz. Həmişə çalışın gözəl olun. Siz gözəl olmasanız biz sizi gözəl edəcəyik. Amma siz gözəl olun. Bu gözəlliyi görüb biz ona görə də hələ bir-birimizi qırmamışıq, öldürməmişik. Ona görə biz çalışırıq, mülayim olar. Sizə baxanda sizə görə biz çox şey eləməyə hazırıq. Siz də çalışın, o bizim yüksək kriterlərimize həmişə uyğun olasınız, layiq olasınız. Mən sizə hamınızı təbrik edirəm, baş əyirəm analarımız, bacılarımız qarşısında. Hər birinizə ayrı-ayrılıqda qadın saadəti arzulayıram. Xoşbaxt olun. Biz də çalışacağıq ki, siz həmişə xoşbaxt olasınız.
Gel. Ötmesem gel.